Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, alana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, alana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir, yaşımı 20'ni adlayıb keçir, gözlüyə bilmirəm il qanoyalım. Deməli sən atama demirsən ki ayrılar. O yazıqda gedib maşına oturub ağlayıb. Düzdür? Beləm düzdür. Ağlayanda da götürüb gözünü o maşındakı dəsmalla silib, hə? Gözünü, bırnını, hamısını. Sən də o dəsmalı atmamısan ki, atandan yadigar qalsın, göz yaşı var orada. Həri, saxlamışdım. Daha heç sənəm sənəm amma. Daha bundan artıq nə deyim mən sənə? Sən evrənə elə mesaj göndərmisən ki, atam durub çıxıb gedib də, nə eləməli idi? Əvvəla əcib eləmişəm. Sən bilmirsən Axton nələr eləyib. İkinciyə qalan yerdə bala bizim vaxtımızda evlən belə şeylər yox idi. İndi siz yanınızdan keçmək olmaz. Sənə qurban olum. Bir uşağın yanından keçsə keçmə. Anası deyir. Nə olub babalar? Heç nə bu detski travma keçirdim. Yaxşı. Yavaş. Nə olub? Bu da zatdır. Nədir onun adı? Əsəbidir. Nervınlıdır. Siz nervilər, travmalar görməmişsiniz. Axıtmışıq hamısını içəri. Siz onları görməmişsiniz. Mama. Sən Allah deməkdir. Bəsdir də. Başım ağrıyır, bəsdir də. Ağzımı açmadım ki mama. Daha ağzını açsan bilirəm də nə deyəcəksən. Ağzını açanda bir dənə fəri söz deyirsən. Yox. Neyse, özüm Dur gedək. Dur gedək həm çay içək. Kuxniyə. Həm də sən az danış. Az danış. Nigaran qalmadı ki, mən nə deyəcəm? Nə deyəcəksən? Yox da, neysə. Nə deyəcəksən? Dedin də. Mən bir dənə səndən gözlədiyim söz var, o da ki, mama ərə gedirəm. Yox. Yaxşı oğlan çıxıb qabağıma gedirəm. Yaxşı oğlan. Yoxsa ki, mənə gic-gic sözlər. Atam burnunu silib. Yox, ayaqlarını silib. Onu sən başlasın, da mama. Məhəbbət. Mən sənə ona görə deyirəm ki, mən nəsə bir iş görəndə sən mənə dəymə. Amma mən panyatiyam elədi ki, mən Sevdadan icazəsiz bir iş görmərəm. Bir dəfə ona dedim ki, Sevda xanım, bu maşına klient çıxsa satım. Dedi, hə, sat. Amma dedi, elə ki, sevgi bilməsin. Satandan sonra bilsən. Yaxşı elədir. Görmürsən, sevgi dirəşmişdi ki, istəyirəm maşın sürür. Əsas o da pulunu verdin də. Səncə? O zaman da pul qoyar Sevda. Sağ bir hörmət elədi. Bir şey verdi sağda. Alçaq şey, burada hansı? Bu alçaya baxın bir dənə. Məhəbbət, yadıma düşdü. Bu turşdur, Məhəbbət. Məncə o şirin ol. Bakir, sən nə demək? Deyərəm sağ bir şey verdi, hörmət elədi sənə. Bu alça şirin olmalıdır, Məhəbbət. Bu alçanı... Dolanmısan məni, sağ vermirəm. Az yox, heç nə verib eləmədi. Yalansa səni. Görmürsən, hışqırırsan. Nə zorlayıbsan. Hədə, verdi Məhəbbət, verdi. Məhəbbət, sən mənim canım qarğış eləmədi. Sən qarışın adamı tutur, Özünə gözün də pisdir. Nasıl desən, kimi oxşamırsan, mən bilmirəm. Nətər yəni kimi oxşamırsan? Atamın babasına. Hışqırmağına bax, Gic başımıza. Ona bax ki, nəni, düz günün altına oturublar, onları. Kimlər? Şeylə, oğru şoğərib, bir də ki, o göz çıxmış barısı. Bir dənə göz var ondakı. Oğlunu bildim, Bakirdir. Məhəbbət nə əlaqə? Göz nə əlaqə? Bilmirsən, hə?
Əlbəttə bir dənə göz var ki. Məhəbbətdə? Əri, mən indi ağzından çoxundan yeriyirdim də. İndi bu neçə gün üçün belə oldum. O günlər mənə qeyd etsən ki, baseyndi başında. Hə, mənə qeyd etsən ki, şeydir, adını sən deyən. Ay, Sevda xanım, sən nə qəşəng figurun var imiş. 90-60-90 sənə mənə deyinən. Hə, mən də o oranjlı şeyim yoxdur, kupalnikim. Hə, onu eləyirdim, primerka eləyirdim. Deyir ki, daha bir havalar. İnanırsan sən, ondan sonra sağ tərəfini tutuldu. O qədər pis gözü var, o qədər pis gözü var. İndi soruşsun deyər ki, mən, yox, mən göz, mən. Kim boynuna var, dəlidir. Ən dravadı nəsil deyə. Biri bir cür, biri bir cür. Bizdə necə, biz seçilmiş nəsiliyik. Bizdə belə biriləri yoxdur, şükür olsun. Yaman. Gözlə. Bizim nəslimiz onlardan 5 betərdir. Onların yanında demirəm. Sən də belə deyirsənsə daha heç nə. Demirəm, mən düzün deyirəm də. Bizim nəsil gözlərdən qalan idi. Nə oldu bizim nəslə? Biri ilə xalon. O birisi də xalon qızı. Pissən, yaxşı yesandı. Danış da yox, danış, mən bilmirəm axı. Yox, mən nəslimə pis demirəm, nöşüm pis deyirəm, nə olub Allaha şükür. Pis deyil. Qardaşım lay divar oğlan idi, Həsən bala. Zad eləyirdi, nerede onun adı? İlan tuturdu, apteklərə satırdı zəhərini. Milyoner idi, digər külbaş idi, piyansk idi də. O biri külbaş dok əmində. İtləri vururdu da. Şəhərdə nə ki sahibsiz itlər vardı, hamısını vururdu. Ulan da axa tutdu bunu. Bir dənə üçüncü qardaşımla razıyam. Bir dənə ondan razıyam. O nə edirdi? O oğul idi. Oğul idi, Ağəli. İndi Almancalı idi, yadıma düşdü. Almanı almaya çalırdı, armud çağırdırdı. Digərgin acı olurdu da. Dedi ki, mənə dedi ki, bacı mən bunu tapacağım. Tapmadı. Sən mənə dedicə, yadıma düşür ki, sənin də dayın elə dördü. Məni ən çox güldürən və düşündürən o idi ki, xına qoyurdu xalqın arvadı. Yaxşı, gic-geci yerlidir. O madər idi. Anası ölmüş. O qədər mən onu çox istəyirdim ki, zəhmətkeş idi, metroda işləyirdi. Gecələr düşürdü yerin altına, vaqon gəldikcə bu belə üzünü bağlayırdı, o nəbəki kimi var, əldə belə yerdə. Üzünü bağlayırdı, o utancaq arvadlar kimi. Vaqon gələndə sonra açırdı, təzə yenə vaqon gələndə. Yalan doğru, onu deyirlər, qəşəng eləyirdi, xınanı. Neyim? Xına qəşəng. Onun kimi xına qoyan var idi. Bu xına ilə bu əli elə bəziyirdi. Naxışlar çəkirdi. Oy, necə naxışlar çəkirdi, necə qaşların üstünə belə, necə burnunun yanına belə kəpənə, bu burundur elə bil, kəpənin özü. Bura da belə qanat çəkirdi, bura belənçiyinə. Üstündə qırğın idi. Hər gün xına yaxdı Mən idi. deyirəm, bu da təsdiqdir. Nə əlaqə, metro nə əlaqə, xına nə, o boyda kişi xına, nə bilim abi. Ged Atola Gülaz. Ged Atola Gül. Mənə bax, mən acıdım. Çağıram da, çağıram yeyərik. Mənə bax, bunları bu avalara çağır yenə bu şeydə, qızı da. Parçasını. Dinə anam deyir ki, gəlsinlər bura. Günün altına oturmasınlar. Yox, belə də ki, mənim nəyimə lazımdır. Düz demirəm, ana-bala deyirlər, özləri bilərlər də. Sevda özü bilər, sevgi özü bilər. Yox, mən niyə qatır ki, söhbətəm məni? Başa düşürsəm, Təpəgözü vurdu, öldürdü, nağıl qutardı. Təpəgöz nə idi? Ha. Elə bil ki, mən gələn kimi söhbəti dəyişdiniz, yəni gözümdən qaçmadı. Biz mi? Söhbəti mi? Dəyişdik mi? Yox ha. Biz gözdən danışırdıq, babamın gözündən. Gözdə nə göz? Gözdə nə göz? Məncə nəsilliklə keçir. Nə pis şey var, nəsilliklə keçir axı. Sən də deyəsən keçir nəsilliklə, çünki sənin gözün gözdür ya. Sən gəlməyənə qədər Sevdanın pulunu balta kesmirdi. Bax, sənə deyim. Mənə deyə bu, mən... İndi bayquş olur, ay Bakir. Sən də heç olmasa mənə deyim. Az, yaxşı az. Mənim mi? Gözüm mü? Pul elə həmin puldur. Prosta baltanın ağzı küçüldü. Ay, sağ ol. Biz baltanın ağzını itiləyən kimi uruzu qaçdı. Nə bilim, valla mən yenə çözmürdüm də. Neysə, mama sizi çağırır. Deyir ki, gəlin normal ailələr kimi, xalqın övladları kimi gəlin normal naharı stol başında oturun, eləyin. Daha beləcə yox. Sən mamam bizi nə vaxt adam yerinə qoyub ki? Ha? 100 faydasa fikirləşib bu. Ay Sevda. Yaxşı. Bakir, sən hıcqır qutar sonra gəlgilən. Dur burada ağzına gələn danışır. Ay Bakir. Neçəsi qalıb?
Lan bəbədə avtomat deyil, patronunu qoyun vızıldadım. Ayda. Özünə vaxtır onda da gəlir də. Bilirsən ki, məndə həmişə 22-dən olub da bu. İndi 18-ini saymışam, qalıb 4-ü. Dalbadal eləyəmirsən? Deyirəm özünə vaxtır onda gəl, nətər eləyim mən? Deyirəm sizə baxıram. Siz Guinness-in rekordlar kitabının düşməli ailəsi. O belə qəbilələr olur, nəsli kesilmiş. Belə tayfalar qəbilə şəklində yaşayır. Bax siz onlardansınız. Bizə mi Siz dedi? onlardan. Qəbilə mi dedi? Qabiliyyətsiz. Oldu da. Baba, yaz geldim içi diyan da. Ne olub be, olçodur da sen. Ben de görəm alçadı da. Hışıra qalmısan. Götürərsən, qoyarsan ağzına, gedər boğazı, ondan sonra gəl də, qalarım, düşərik siz bilə. Ay 2 dənəsi qalıb da narahat olmuyor. Nə 2 dənə sonra bir verdi orada alça var. Ay mama onu demir, hıçqırığını deyir. Bu hıçqırığını bilmirsən, başladı dayanmır, sayı hesabı yoxdur. Beş dənə çıxırıb. 22 dənə. 22 dənə hıçqırıb, indi deməli 2 dənə qalıb da, hə? Hə. Öyə qonaq zat gələr, hıçqırarsan üstünə biabır olarım. Kız imkan ver də bir də, nəyə də oradan uzanırsan bura? Deyirəm ki, hər şeydə bax, yaxşı şeydir. Cəmaatın uşaqları biri lopanı ağzında söndürür. Biri kişi ilə mismar çıxardır. Biri pajarını şlankudur. Benimkilərin istedadına bax. Hıçqırışqı alça yer. Neyim mən? Ay mama. Deyirəm hazır sən də oturmuşkən burada deyirəm ki, bayaq sən demək istədiyim söz də deyim də. Nədir öyle? Mama, mən Türkiyəyə gedirəm evlənmə verilişinə. Hə, agentim də var. Heç ayıp yoxdur. Gör sənin mən başlarını oynatacağım. Ağız! Ağız buranın kişilərinə ne gəlib, ağız sən gedib Türkiyədə Əraqlarsan ki, ərə gedirsən, hə? Ay mama, şoudur da, şoudur bu. Proqramdır. Bax, deyirəm, yalan qışdan evlənirəm. İstəmirsən qızım məşhur olsun, gedim ona partladım da. Bakir, bura gəl. Neçdən ışqırğın qalıb? Bir dənə. Bırak ona. Bırak düz 2 küleyin arasından, ya da 2 qaşının ortasından. Bırak. O hıçqırıq mənim sonuncu ümidimdir. Öldür onu, qorxma girən. Qoymayacağım səni, tutsunlar. Qoymayacağım. O hıçqırıq güllə olacaq, deyəcək ona. 500 də dayda, 500 də. Mən bunu doğardım. Mənim başım batsın elə. Kaş elə o vaxt elə yalancı toy eləməyəydim. Elə doğrucu toy eləyərdim bununla. Zada da, Bakirə də. Bilərdim ki, dizimin dibindədir də. Ağaz bunun Türkiyədə nə işi var? Ağaz sənin Türkiyədə nə işin var? Ay aman, canım gözüm Sevda xanım. Gör necə Siz bildirədir. əsəbləşməyin su için. Başı var. Ay, Bakir. Sən can, sənin gözündəydi buna. Ya məhəbbətin gözü. Yo, deyəsən sənin qışqırığın deydi. Açdı, az qalmışdı yıxlayıb. O Sevda xanım, mən heç qırığım adam yıxan olsaydı, mən bundan çoxdan istifadə edərdim. Yəqin məhəbbətin gözü yıxıldı. ay Sevda Olar, xanım. Sevda xanım, o ki qaldı gözə. Məndə göz var ha. Siz heç bilirsiniz bu istedad mənə kimdən keçir? Sən buna istedad deyirsən, qara elə soxum səni. Aa, Bu istedaddır. Конечно, istedaddır. Mənim babalarımın, 2 babamın ikisində də bir gözü olub. Bir gözü olub. Ona söz ola bilməz. Bax dedin. Öz də gör nə tər olub. Demək, bir dəfə kənd cəmaatı yığılır ki, sənin mi gözün yıxar, mının mı gözü yıxar? Babalarıma deyiblər. Babalarıma deyiblər, hə. Ata babam da biraz bicok olub. Ana babamı verib qabağa. Deyib ki, birinci sən göstər özünü. Daha doğrusu gözünü. Ana babam. Ana babam. Ana babam baxıb bir dənə qayaya. Hə, baxıb deyib ki, nə gözəl qayadır bu. Buy, elə bunu deyən saat qaya parçalanar 2 yerə, dığırlanar, gələr cəmaatın üstünə. Eşidirsən nə danışıram? Eşidirəm. Nağıl danışırsan. Nə danışırsan səni? Nə qoplayırsan səni? Mənmi? Job mu? Nağıl mı? Ağzımda söz danışıram. İkinci Hə, qaya dığırlanır, gəlir cəmaatın üstünə,
Hamı şokda əl çalır. Şapan çalır. Kənd cəmaatı. Kənd cəmaatı. Hə, ki, Bilə əcran yoxdur. yo, əl çalırlar, şoka girirlər də. Bu səfəm qayıdırlar ki, bunu bildik. İndi sən göstər gözünü. O biri babala. Hə, ata babam. O nə hoqqa çıxardım Hə. gözündən. Ata babam da neynəsə yaxşıdır. Fikirləşsəm ağlına gəlməz. Qayıdarım ona deyər ki, maşallah, səndə yaman göz var. Yaman göz var səndə. Elə bunu deyən saat Teymurazın gözü düşür gəlir ovcuna. Bunun gözünə kişinin gözü dəyir. Başa düşdün? Damından oyana yer var. Ay Sevda xanım. Nə balası, nə da? Giz danışırsan. Başım beynimə baza göz kasadan danışırsan. Ya gör babalarından danışırsan. Yox, mən olan söhbəti danışıram ki, sən babamın bicdiyinə bax ki, ana babamı verib qabağa, sonra dalı ilə bunun gözünü dəydirib ki, bunun gözü düşsün bunun ovcuna. Kimin ağlına gələr? Hə? Kimin ağlına gələr? Bax görsən, heç kimin ağlına gəlməz. İndi deyilənə görə mənim gözüm də elə bir ki, dədə babamın gözü mənim gözüm eyni şeydir. Bu elə bir mənə ata babamdan bu göz miras qalıbdı. Səndə təqsir yoxdur. Sizin nəsliniz göz nəslidir. Bəli, həm də söz nəslidir. Bəli. Odur ki, özünüzdən yaxşı baxın. Deyirəm sizə birdən nəsə olub eləyər də. Ətdəlağız. Acam. Açsanmı? Hə. O ki qaldı fikirləşirsiniz ki, birdən niday bok mənim sizə gözümdür. Narahat olmayın. Nə əviz var gözümdəysin. Nə bir gözə batası bir ərim var. Nə bir düzəməli bir biznesim var. Nə bir ağlı başında bir qızım var. Səydaşım biridir. Mənim sizin nəyinizə gözüm deyəsidir. Düz deyirsən. Ərim ərindən kifirdi. Hə. Pulundan arzdu. Özümdəki uşağım yox, keşəyim yox. Bir dənə bu dəli qızdır. Hə də o bax. Hələ belənciyinə bilginə. Hələ sən belənciyinə bilginə. Nə bu sərf eləyir? Sərf edir. Dur yerə get, xoraya qızdır, acam. Yaxşı, Bu iki. Yaxşı. Sevgi. Hardasan Sevgi? Sevgi. Bırnam. Bu Türkiye söhbəti hardan çıxdı ay Sevgi? Ha? Sen birdən ki Türkiye görmüşdün ha? Sen mənim canımı daşırdın. Hı? Hı? Ada bunu gizlənci ağzından da gizlənir değil mi? Ha? Mama hanı? Mama onun içərdə. Sen mənim canım bu Türkiye söhbəti hardan çıxdı ha? Türkiye'nin nə məsələdir bu? Pisdir bəyəm. Nə? Mən seçimi eləmişəm. Türkiyəyə gedirəm. Bu mənim qəti qərarımdır. Bunu heç kim dəyişə bilməz. Yaxşı da gedirəm, dil də bilirəm. Gedərəm özümə orada bir talib də taparam. Pullu, işli, güclü, day avara yox. Az elə ərə getməkdir, elə mən buradayım da, mən ərə gəl də. Sən türklə nətər danışasan? Buradan bura mamovun dilini bilmirsən, sən türklə necə danışasan? Mən hər kəsin dilini bilirəm. Yaxşısan sən. Türk dilini danışmağın nə var? Dediyin hər sözün arxasına yorum artırırsan da. Məsəl üçün, gediyorum, gəliyorum, seviyorum, kocacım. İndi məsəl üçün də arada lazım ola bilər, kocacım. Məsəl üçün, eləmə qıdıqlanıyorum. Bu da lazım ola bilər. Amma yəni aşağı-yuxarı belədir. Sevgi, təpəmi arttırıyorsun, nervləndiriyorsun, səyliyorsun. Sən nə etməyə çalışıyorsun? Sevgicim! Nasılsın Sevgi? İyiyim. Seni gördüm, çok mutlu oldum. Ben de çok mutlu oldum. Kaç sene? Değişmiş miyim?
kilo vermişsin. Teşekkür ederim. Boyunda Evet, maşallah maşallah. Evet, evet. Çok güzel Evet. olmuşsun. Evet. Dodam da uçuk. Saatim kaç buçuk? Çok güzel oldu. Mutlu oldum. Mutlu oldum. Benim işler çok iyi, çok tıkırında gidiyor. Bu Bakir, benim arkadaş. Bakir. Burada bağ bakata bakıyor. Bağ bahçeye mi bakıyor? Evet. Bakir. Evet. Abicim sen Bakir, kız kardeşinin de ismi Şef. Ona söz odan. Abicim, Fıçı no. Fıçı no. Fıçı olmayacak abicim. Bak böyle show yapacaksın. Ben bu işin içindeyim zaten. Kız kardeşimin adı Məhəbbətdir. Məhəbbət. Abi öyle konuşuyorsun. Ben lom muyum, tupoy muyum abi? Anlıyorum. Aşk, sevgi. Hayır, Sevgi budur. ben. O məhəbbətdir. Abi tamam abi. Anladım abi. Bağırmak zaten neden lazım abi? Ben lom muyum neyim abi? Bir kere söyledin anladım abi. Biliyorsun Şerif bu. Kafama attırır tasını abi ya. Olmaz böyle. Üzerine gidiyorsun. Ay kız ben bana bak. Efendim. Anneni bulalım. Annenle konuşalım. Evet. Seni İstanbul'a aparacağım. Şov'a çıkaracağım. Sana bir koskocaman koca bulacağım. Annenle konuşacağım. Sonra işleri yoluna koyacağım. Tamam. Ben o zaman ilk önce annemi razı salalım. Salalım. Daha sonra İstanbul'a koşalım birlikte. Koşalım. Ama ben burada çok kalmayacağım. Tamam. Çok kalalım. Kardeşine laflar sokalım. Tamam, gidelim. Gidelim. Ne diyorsun? Buradan mı? Evet, buradan. Çok güzel. Ben Türk iş biliyorum. Bahçeniz çok güzel. Ben Türk iş biliyorum. Mesela inanın. ne yapıyorsun, nasılsın mesela? Aha. Kocacığım, aşkım. Hı. Mesela doğru mu söylüyorum? İyi ağaçcığım, Evet. yarpakcığım. Evet. Bunlar yeterli değil mi? Benden iyi biliyorsun sen Evet. zaten. Çiçekler var, koklayalım. Çok güzel bahçeniz var. Evet. Wow, ben Her şoktayım. türlü çiçek var. Yapraklı. Abi ne yapıyorsun? Yavaş. O Çok öyle güzel, yapıyor. kocaman bir eviniz Evet, var abi. evet. Çok güzel, çok. Ben futbolu çok severim. Hə. Ondan sonra Bu kimdir ağa? Bu kimin uşağıdır ağa? Məhəbbət. Hacan. Can. Sən doğmusan ağa. Bismillah. Mən hardan doğdum o? Ay. Bütün günü burada gözü uzun qabağında. Ay canım. Qonşu Aytənin qızıdır. Dedi işə girmişəm. Buna bax ki, elə bir şey gedəndə gətirib verir mənə. Ayıma bir 300 manat pul daşmışam. Dedim niyə olmasın? Artıq puldur da cibimi değişmir ki. Hə, lap yaxşı. Harda baxacaqsan? Mən burada. Başa düşmədim. Necə sən xalqın uşağına baxırsan, 300 bu dini. 300 manata pul alırsan, mənim öyümdə mənim bundan xəbərim yoxdur. Nə olacaq ki? Yəni- Uşaqdır da. Ha bu dəhlidir ki. Bunun başı işləmir ki. Özdə ki, qəşəng uşağa baxa bilirəm Qəşəng- də mən. Sən, Bəli. sən uşağa baxa bilirsən. Ay mən sizin kimi adama baxa bilirəmsə, demək o uşağa da rahat baxa bilərəm. Mənə sən nə baxırsan? Sən nə baxırsan mən? Allah'a şükür bir zatdır ki, da o da Allah'a şükür yarısını özüm getirib Ay, gələ. dədə. Yox da nə baxırsan merakına? Ay can, bu uşaqla oynayım da. Ay. Ay adı nədir? Şəfəq. Şəfəq. Ay Şəfəqim. El çalın balam oynasın. El çalın gülüm oynasın. Az ürəyim getdi ha. Bundan 10 dənə olsa qoyaram burada baxasan. Aa. Hə, başım üçün. Ay yine bu dini badamdı. Ama ne bu dini badamdı. Amma bax ha, uşaqdır ha. Sən biraz səyirləşdirsən, qaçanda ayaqqabıların zadını çıxır ayağının hamısı düşür yerə telefonun zadı. Xalqın uşağıdır ha. Qaça-qaça düşərsən. Yox. Amanın bir əmanətdir ha. Yox. Hə. Qətiyyən hər şeyinə fikir Mənə verin. bax, sən elə belə baxansan, məhəllədə bu qədər qoca var. Tərpənə bilmir. Əminə yeriyə bilmir. Yox. Davud öskürür düz Pul- 2 saat yarım Pul sonra vermir. keçir. Nəyimə lazımdır? Pul Bəlkə vermir. verərlər. Yox. Baxmadı biznesdir. Bunun anası yaxşıdır. Yeməyin verir. Öz onun yeməyindən biz yemirik. Nə verir uşağınıza verirəm. Palın paltarın hamısını qoyubdur. Deyirəm görsəm ki belə yaxşı baxıram. Məhəllədə belə uşaqlardan çoxdur. Yığımı gətirib burada bir uşaq bağçası açın. Hərəsindən bir 100 manat, 300 manat cibimi değişmir ha. Yaxşı getsə sizə də hörmət eləyərəm.
Acele dili. Acele dili. Apış sana, apış sana. sana. Abi sen Allah korusun kocalar evi açırsan, uşaqlar evi. Mən daha sənə söz deyə bilmirəm. Niyə? Bizə- Çünki sənin kül açığındandır anam. Araz topuğundandır. Ne bilirsən eləginə. Allah bir bəladır səni göndərib mənə. Çapılı balam, çapılı balam, çapılı balam, çapılı balam. Şəfəq balam, dözəl balam, qəşəy balam, qəşəy balam, qəşəy balam. Abıcı bıcı, abıcı Mama. bıcı, abıcı bıcı, abıcı bıcı. Yaş ne dirsən? Ne var? Kimdir? Hə, cəhrimardır, get də. Bir dənə itdən, qurtdan birini tak yetkinə. Mama, Mənə mama. bir dənə nəvə verginə başımızı. Yoxsa bütün məhəllə uşaqları yığıcıya bura. Bağıllı. Mama, indi o uşaqla özüm məşğul olacağam. Mama, amma sən bir adamla tanış eləməliyəm. Amma xahiş edirəm də onların yanında məni söyüb biabır eləmə, qışqırma. Sadəcə tanış edəcəm. Yəni, Sən get. geçiriyə gəlblər, nə adam Bilmirəm amma da mən Kim kimi getirmisən yenə Bilmirəm mənim amma başımı üstümə? itirdim mən. Ay, seni qurban olaram mən. Seni qurban Şəfəq dadı, şəfəq. Şəfəq, şəfəq, Can. şəfəq. Bəs elə gediyin nənə gilə. Bəs elə gediyin nənə gilə. Salvarım yox, akkasım yox, çarsabım yox. Bəs necə gedim nənə gilə? Biz necə gedim nənə? Bunun bir dənə nənəsi var ha. Gel abi gel. Gel hoş gelmişsin. Geç otur. Geç. Elə bil öz evindəsən. Geç. Çok güzel eviniz var abi. Maşallah olsun. Abicim bir soru sorarım. Sen bu evde kullukçu musun? Yok. Ben qulluqçu değilim. Bacım burada qulluqçudur. Mən də elə bir ki, belə deyək də, bacıma pərçim olub gəlmişəm bura. Perçim. Perçim ne abicim? Kusura bakma soru soruyorum. Kaburga mı? Ay, baba. Sen əməlli başlı dil bilirsən ha. Abi, benden incimə. Ben hiss ediyorum ki sen tam Türk değilsən. 50-50. 50-50 abicim. Hə. Abi bir soru soracağım kusura bakma. Abi bir ayak iyi geliyor. Ama tutabilmiyorum. Senin ayağından mı geliyor? Benim ayağımdan mı? Yok, o benim olar. Çünkü sen iş adamsan da. Yani ben lazımsız bir şeyim. Ay, yok abi öyle şey söyleme abi. Olmaz öyle laflar söylemeyi abi. Ağzından kötü bir şey çıkınca yeniden dolaşıp sana kaydıyor. Olmaz abi öyle şey söylemek. Maşallah gül gibi simpatiçli, boylu, buhunlu bir oğlansın. Güzel, simpatiçli. Ama abi ayağından iti geliyor abi. Hə Qüdrət. Ay, obaya gəlmişəm. Girim çıxım yığacam səni. Paka, paka, paka. Oy, oy, oy. Ay, naskılarım yırtılıb. Bax, bax. Ova budur da. Bax, budur da ova. Naskı deyərsən var. Sırqa deyərsən var. Nə yoxdur, nə yoxdur. Bax, qışda qavaqdan gəlir. Qəşəkcənə qalınca naskılardır ha. Qəşəng, qəşəng, qəşəng. Bax, bax, bax. Çayım da qutarmışdı. Çay yetmir amma. Çay yetmir. Qəşəng mən bilirəm. Ondan da alım. Arada pityonlu ürəyim istəyir. Bax, bax, şokoladlara bax, şokoladlara bax. Şokoladı qoy bir yana. Ağzım da sulandı. Qiymətlərə bax, qiymətlərə. Hələ buna bax. Harda bu qiymətdən var? Qiymətlər qənaətdir. Məhsullar keyfiyyətdir. Bax, bax, düyüyə bax, düyüyə, düyüyə. Az bunu dəmlə ye dana. Az ye cana gəl dana. Külümü qoyum Qüdrətin başına. Gedib oturub rusetlərdə. İtirib məhəbbətin yeməkləri. Məhəbbət obadan alır, yığır, gətirir, lön-lön. Tökür, pişirir, qəşəng. Yiyən 5 barmağım da yalır. Nə yoxdur, nə yoxdur. Hələ produkta bax. Hələ merimnə, meyvəsinə bax. Təzə tər, gözəl göyçək, çiçək kimi. Bax, bax, bax. Nə desən var da, borluqdur da. Allah canınızı sağ eləsin. Buna bax, buna bax. Alma adamın üzünə gülür. Deyir alma, deyir al, məni apar ye. Vur cana, vitamin, qəşəng, nə istəyirsən var.
Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macərası serialı reklamlardan sonra davam edir. Ay mama gəl də bir iki kəlmə danışdıqdan sonra həll olacaq məsələ. Az gəlməyinə gəlmir. Bir məni başa sal görüm bu kimdir, nəçidir, hardan gəlib, mən bunu ilə nə danışıyorum, hansı dildə danışım. Ay mama türk də türk bizim dilə yaxındır. Danışdıysa nə var orada danış. Merhaba sonra dalı gələcək. Gəl. Yaxşı, əybi yoxdur. Yaxşı. Mən bunu ilə danışacağam. Amma bu gedəndən sonra sən çalış ki, mənim gözümə görünmə. Eşitdin? Vur, sən elə. Amma gələcəm, ərə getməsə də o da şov quracaq, belə yüngülvari də. Ağız ərə getmək istəyirsən, elə buradakılara getginən də. Sənin Türkiyədə nə işin var? Sən Türkiyəyə nuş gedirsən. Türkiyəyə gedib qayıtmayasan, səni görüm elə, mən elə belə. Bakıda xeyir gəlmədi, mən neyniyim? Valla, buna baxanda Bakır bundan 1000 dəfə yaxşıdır. Elə belə ərə getmək istəyirsənsə, qulaqlara qurulsun. Elə Bakıra getginən də. Allah eləməsin. Nəysə, mama, onu sonra danışaq. O sonra məsələsi. İndi bir dənə bu türklə merhaba edir, sonra gəl. Ölürəm. Sonra məni görmək istəməzsən. Məhrəba şey deyil də, hamam desmanla. Ay mama, nə danışırsan, merhaba deyil. Nəysə. Adın nədir? İsmin mi? Sedrettin. Hə, laf yaxşı. Mən də Qara Sevdəyəm. Hə, mən məşhur adamam. Çok güzel. Namınızı duydum. Duydun mu namımı? Duydum. Sizin namınıza kuzu keserim. Sağ ol, çok sağ ol. Duymayan var mı namınızı? Sağ ol. Çok sağ ol. Merhaba, şeylə yine yeri getdiyinə ki çay getirsinlər. Hə, yeri. Məhəbbət edinə çay getirsinlər. Hə. Eşədə meymun namazı idi, bir də zadla, paraxodla gəldi. Anlamadım. Maymun? Sənlə deyirəm, yox, orada həyətdəkiləri deyirəm. Hə, belə. Çok güzel. Deməli, nədir məqsədin, nədir, xeyir olsun, gəlməyin məqsədi nədir? Sevdacığım, anneciğim, bak bilmiyorum nasıl söyleyeyim, nereden başlıyorum, nasıl... Başta da neresinden istəyirsə orasından başla. Sevdacığım, senin gül gibi çok güzel kızın var. Maşallah, boylu, buhundu. Çok güzel. Bəli. Onu evde çürütme. Yok, çürütmürəm Bak, Ayşen'im. ben sana bir şey söyleyeyim. Bizde İstanbul'da koskoca büyük bir şov var. Kızını aparacağım oraya, çıkartacağım şovuya. Şov yapacağız. Bıyıklı bir kişiye ele vereceğiz. Parası olacak, evi olacak, patlatacak, herkes ondan konuşacak. Duymayan kalmayacak. Duyduk, duymadık diyecek. Diyanəyə görüm, bir diyanəyə elə qoymusa üstünə gedirsən. Mənə bax, mənim burada bəyəm erkəklərimin bıyıqlarını it qapıb ki ya. Sən bunu aparırsan Türkiyə. Mən onu burada ərə verə bilmərəm. Anlamadım. İt ne yapmış? Mən bu qədər məsafəyə nuşun qız verirəm axı. Elə burada mən özümünkünə verərəm. Gözümün qabağında toyum olar, nişanım olar, xına yaxdım olar, gəlin köçdüm olar. Elə dögül. Ondan sonra boğum əqrəbəm də bir dənə səltənətdir. Yığaram pulumu oturam sakin. Mənim nüşun uşağımı aparsan sən reklam eləyirsən. Bak Sevdacığım, çok güzel konuşuyorsun. Ama beni dinle. Benim lafım boş boşuna çıkmaz ağzımdan. Senin kızın burada eve gelecek. Toy olacak, evde oturacaksınız, toy kasetine bakacaksınız. Konum komşu gelecek, çay içecek, çörek yiyip, star içini yiyip çıkıp gelecek. Ama İstanbul'da koskocaman bir şovda barababan kızın gelecek. Bıyıklı bir erkekle kol kola, arabası, evi, çoru, çocuğu, paraları, villaları, her şeyi konum komşu senin kızından konuşacak. Sevdacığım. Burada elə bu yıkıllar var ki, onları qıxsın, bir dənə gəlin döşeyi salarsan 10 kiloluq. Anlamadım. Xoşbəxtli elə adamın öz yerində, öz yurdunda olar da. Sevdacığım çok güzel konuşuyorsun. Ama maalesef ben seni anlamadım. Heç mən də səni anlamadım. Məhəbbət. Ne olur bir dənə get, otur var orada. Bir dənə sən çay qoy. Sonra mən həll edəcəm. Bir də onun qılığına girə bilsək, fıskırıq son həll olur hər şey. Sevgi, sən qəsdən edirsən. Osman icazə verməz axı dünyasında. İndi qovacaq bir olasın. Verəcək icazədən bilirəm də, nə olur. Sən indiyə qədər bir dənə yaralı barmağa yod qoymamsan məhəbbəti. Sən nə üçün lazımsan bəs? Bir dəfə mənə kömək elə, qadın-qadına birlikdə nə olar ki? Bir dənə kömək elə də mənə. Sən bilirsən də, mamam belə pişimlə yola gətir. Bir pişir də bir onu belə şeylə ki, yola gəlsin də. Sənin anan pişərmi?
quru inəyin əti kimidir. 3 gün qoyasan qazanda, altında pık-pık xodunu verib qaynadasan yenə pişmir də. Nəsə səndən də xeyir gəlmədi. Mən gedim, sən gəl çay qoy. Mən də gedim görüm nə qədər qovmayıb, geyim görüm nə edirəm. Məni qınıyam. Düşdüyüm dərdə bax. Bırak. Nə deyir mama? Bu söz nə? Belə getsən mama da gedəcək evlənmək verilişinə. Mənə görə? Tökülmüşdür də sənə görə. Özünə görə. Nə özünə görə? Nə danışdın? İçərdədir. Ay Sədrəddin. Mama nə deyirlər bunlar? Nə xəbər? Ha, heç nə bilim, Allah saxlamış məni elə pis vəziyyətdə qoyub ki, bilmirəm axı. Nə deyir? Anneciğim bak kızım da geldi. Gül kimi kız. Yeni açmış gül gibi kız. Bunu evde saklayıp çürütme. Ne kadar ki canı sulu ver gitsin. 2 yıldan sonra hiç kime lazım olmayacak. Yaxşı sən hələ bir ağzını açma yenə. Heç nə deyir, acın nədir oradakı, səhər şəkilini görüb. Deyib get o qızı tut əlindən getir gəl ginən bura. Amma bu yalanpışdan toy deyə başa düşürsən? Səndə yalandan, göz bağlıcı yalandan şov. Vallahi bu yaşıma qədər mən o qədər zatlara rast gəlmişəm ki, ne deyirlər ağız ona? Maşenniklara rast gəlmişəm ki, vallahi bilmirəm. O lafların bana hiçbir adiyatı yok. Elbette. Benim vakitim yok. Pasaport işleri falan var. Yarın ben yola çıkmalıyım. Tamam. Kız beni yola sal. Beni götür. Ben gidelim. Anneciğim. Bir soru da soralım senden. Bakir var ya. Onu bu odaya bırakmayın. Nasıl? Onun ayağından it köpeğinin leşini inceliyor. Git sen öl. Vicdan hakkı. Nasıl? Ele osıl. Ay başınıza dönüm. Yuxarı tüpürürəm belənciqinə, aşağı tüpürürəm belənciqinə. Bəs mən bunu necə eləyim belənciqinə? Bu sevgiyə bax. Səncə o türkü gedib hardan tapıb bu baş batmış. Dinə sən nəyinə lazımdır? Mən nə bilim, mən də sənin kimi. Mən o anasını bilmirəm, amma mən qoymayacağam sevgi geçsin ona. Məni qınıyam. Sən başa düşmən, sən kimsə olursan ki, qoymursan. Qardaşsan, qohumsan, nəysən? Öz nə dəxli var nəyəm? Az onun doğmasıyam. Sən deməmişəm bu sevdadan əl çək. Öz mənim sevdana nə işim var? Mənim işim sevgi iləndir. Ay bildim də. Deyirəm sevgidən əl çək də. Sevgi sənlik deyil. Baxarıq kimlik. Nətər nervizat elədi. Anası da gəlir aparım uşağı da verim anasına da bəsdir. Bu zəhləm getmişlərin əlindən xəbərlərimi ötürəcəm indi. Hər vaxtınız xeyir olsun. Xəbərlər efirdədir. Sevda xanım. Privet ədə. İllər ərzində heç bir əzələ kütləsi və ya fiziki hazırlığı olmadan evdə tənbəllik yarışlarına qatılaraq kubok və mükafatlar qazanan insanların sayı sürətlə artır. Burada deyirləri, nə hazırladı, nə yaptı, hazırca kökə tapdı. Bu xaricdə bax, ağıllarına nə gəlir, kim nə deyir, yuxudan nə görürlər, dururlar onun yarışını ellər partladır. Acun da gedir onun formatını, pulla, patentini alır, gəlir Türkiyədə partladır. Elə şey olar, tənbəllik yarışı, bu nə formatdır, belə şey olar qardaş. O gün də baxıram xaricdə, gör nə ilə partladıblar. Ən eybəcər adamların yarışı. Nətər yığılıblar ora, partladırlar, nə qədər qız fanatları zadı. Birinci yeri tutan necə sevinir? Yəni bu əslində birinci tutam sən nə deməkdir? Yəni sən ən eybəcər adamsan. Amma nə olsun, qalibdir, nə qədər pul. Pul olandan sonra qardaş eybəcərliyib sən nə qədər dəyişmək olar. Qulaqdır, burundur, nə bilim qaşdır, çənədir, qardaş ürəyin nəysə, bir dənə ürəyi dəyişmək olmaz, onu da dəyişirlər nəysə. Amma bu tənbəllik yarışı var ha, bu əla məsələdir, əsl bizlikdir. Mən nə qədər adam tanıyıram dostlanmışlar, onlar rahat gedib onun qalib ola bilərlər. Amma problem sən nədir? Deyəcəm ki, bala oturmusan da illərlə bayla ancaq 1 metr bir tərəf, 1 metr evdən də bayraçın. Ged yarışı qalib ol. Deyəcək kim deyib bir də buradan durub gedib ora. Nə qədər pul verəcək? Ay bir də o pulu almaq var. Bax ona görə kası belə kasıdır.
Hələ bu harasıdır? Mən nələr görmüşəm. Aha bir dəfə təsəvvür elə ki, oturmuşam, bir də görürəm ki, yarış keçirdirlər. Çox o yana baxdım, bu yana baxdım, görürüm maraqlı şey yoxdur. İndi tutdum bunu, nə göstərsələr yaxşıdır. Eybəcər adamların yarışını göstərirlər. Zəqsü! Ay Allah, ötüm ağzıma gəldi. Qurban olum, yaratdıqda qurban olum sən Allah. Amma çox kifirdirlər. Tarakan yarışması görmüşəm mən. Tarakan ötüşdürürlər. Vallahi pulun çoxluğundandır. Vallahi. Bu türk mənim başımdan çıxmır ki. Çıxmır mənim başımdan türk. Elə bilgirəm ki, belə mənə şirin gəlir. Elə bilgirəm mən bu gedənin uşaqlığını kiminsə öyündə görmüşəm, uşaqlığını. Bir dəli şeytan deyir ki, Söda dur ayağa, dur silkələnginən, get Türkiyə, açqinən biznes və Allaha şükür mən sənə ruzu vermişəm, Allahım deyir mənə, dur getginə açqinən orada biznes və işvişdəginən də, orada işləyənə və məndən artıqdır, ya biznes açarlar məndən artıqdır. Xeyr, Sevda xanımdır. Dübbələm düz, amma vaxt tapa bilmirəm. Bunlar da qəblə pərçim oldular mənə. Gic qardaşı ilə gic bacısı. Üzüm yoxdur. Belə yalan, xoruzlanmağıma baxmayın. Üzüm yoxdur. Bunlara deyim ki, çıx get, ya söz məsələn, mənim öyüm darısqallıq eləyirsiniz, ya söz mənim ki, sözlə tutmur. Deyə bilmirəm. Çünki həyasız dögüləm. Həyasızam mən, həyasız dögüləm. Bir ömaq verməyə dögəndə elə pis vurdu ki, tutdum qeyişindən, qaldırdım təsəvvür elə gələn başımın üstə. Necə şıppadım bunu jurnalikin üstünə. Hələ də qaldı səhərə qədər sən təsəvvür. Kişi necə dedim ki, yaxşı bu öldü də mən gedim daha təslim olum. Eşkin məhəbbəti düşüb canıma, qala göz yaşını sil qanoyalım. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı bitdi.